Mövludla əlaqəli olaraq bunu da sizə bir hədiyyə kimi növbəti dəfə eşitmiş olarsınız. İmam Rızaya təvəssül üçün çox yaxşı bir mövzudur. Cəludi Məmunun cəlladı idi. Harunun dövründə də yaşamışdı. İmam Rıza Mədinədə yaşayanda Harun göndərir Cəludini, deyir, get evində nəyi var qarət elə. Bütün Bəni Haşim axşam deyir, dilənməlidir. Peyğəmbər ailəsi. Gəlirlər, bütün Mədinədə olan Bəni Haşimin evlərinə hücum edirlər, evlərini talayırlar, mallarını müsadirə edirlər. Gəlir, deyir, İmam Rızanın evinə soxulmaq istəyəndə İmam Rıza gəlir qapının ağzına, deyir, evdə qadınlar, uşaqlar var, evə daxil olma. Bu deyir, o mənə əmr gəlib, mən girib evdə nə var götürməliyəm. İmam təkid edirdi ki, daxil olma evə, qadınlar var, uşaqlar var, nə var özüm gətirib verirəm sənə. Demirsən, müsadirə eləməyə gəlmirsən, nəyim var gətirib verirəm. Deyir, o deyir, bu deyir, axırda deyir, yaxşı, girmirəm evə, gətir. İmam Rıza deyir, girir qadınların bütün zinət əşyasından tutmuş, hər şeyi gətirir, özəli ilə təhvil verir ona, o çıxıb gedir. O çıxıb gedir, müddət keçir, İmam Rıza vəliəhd olub, Cəludi Məmunla ixtilafı düşüb, həmin o cəlladın. İndi Cəludini gətiriblər mühakimə eləməyə, cəzalandırmağa, öz aralarında dava düşüb. İmam Rıza oturub Məmunun yanında, xəlifə oturub taxtında, bunu da gətirib mühakimə edirlər, qolları bağlı. Danışır Məmun ki, sən bunu niyə elədin, filan. Axırda hökm vermək məqamında İmam Rıza əyilir, Məmunun qulağına bir söz deyir. Cəludi yerdən qışqırır ki, Məmun, sənə and verirəm, atan Harunun qəbrinə onun sözünün əksini elə, onun sözünə qulaq asma. Bir baxır, deyir, ay bir çarə bilirdin nə dedi o? Deyir, qulağıma dedi ki, o bir dəfə mənim boynuma haqq qoyub, mənə görə onu bağışla. Onu edam eləmə. Nə var, evini qarət eləməyib. Deyir, özün dilinlə dediyinin əksini eləyim, mən də əksini eləyib səni edam eləyəcəm. Özün istədin. İmam Rıza xahiş eləmişdi ki, eləmə. Kimi üçün xahiş edir? Bir cəllad üçün, evinin malını, mülkünü müsadirə eləyən adam üçün ki, balaca bir dəfə sözümü bir an eşitdi orada, mənə hörmət elədi, evə girmədisə, mən də onu ölümdən xilas eləyim. Yəni, bu Əhl-i Beytin qapısı belə bir qapıdır ki, düşmənlə belə rəftar edirsə, onları sevən insanlarla, onların qapısına məhəbbətlə gələn insanlarla doğrudan da fövqəladə başqa cür rəftar edirlər. Allaha əl açırlar, dua edirlər və bizlər üçün özləri bilir ki, nə qədər böyük bir mərhəmət və rəhmət istəyirlər. Mövludunuzu təbrik edirəm. Allah bizi dünyada İmam Rızanın ziyarətindən, qiyamətdə şəfaətindən binəsib eləməsin inşallah.